Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Müğənni Sevdə Yahyayeva həyat yoldaşı ilə birlikdə Mərakeşə yollanıb. O, Mərakeş haqqında öz təəssüratlarını izləyiciləri ilə bölüşüb. Biz də sizlərə təqdim edirik. Hər vaxtınız xeyir dostlar, necəsiz? Bizdə saat 9-dur. Sizdə saat yəqin 12-də 3 saat fərqimiz var. Biz səhər yeməyinə gəlmişik. Birazdan gedəcəyik şəhər gəzməyə. Bugün çox şükür yağırsız hava göstərir. Dünəndən leysan yağırdı. Bir də siz məndən soruşursunuz Mərakeş haqqında ki, viza alandı yoxsa yox. Artıq bu ildən viza götürülüb. Bura gəlmək üçün vizaya ehtiyac yoxdur. Keçən ilə qədər viza var idi, amma bu il yoxdur. Artıq mütləq gəlin, mütləq görmək lazımdır Mərakeşi. Çox gözəl bir şəhərdir. Çox gözəl şəhərdir. Mən yenidən qayıdardım bura, amma məhz bura yox, olmadığım şəhərlərə, məsəl üçün Rabat var, oranı görmək istərdim. Başqa şəhərləri var, Fez. İnşallah gələcəkdə oralara da gedəcəyik. Çünki məsələn İspaniyaya getsək, İspaniya ilə bura çox yaxın məsafədir. Hardasa təyyarə ilə yarım saatlıq yoldur. O vaxtı biz düşünürük ki, burada gələcəyik. Gələcəkdə inşallah. Sevdə xanım. Çox dedi, yağış, bugün yağış göstərmir, leysan. Bürünüb oturmuşum. Mən əslində oluram burada bazarda işləyən insanlara. Deməli, hamı elə bir günləri, düzdür, onlar yağışa öyrəşir əslində, amma bu qədər malları bayıra çıxartmaq, yağış yağan kimi təzədən üstünü plyonkalarla örtüb içəri qoymaq o qədər adam pis olur ki. İndi sevinirəm ki, yağış dayanıb, hamının da bazarı orada işləyəcək. Yəni, hər kəs öz malını sata biləcək. Biz də gəlmişik gözəl bir restorana, hansı ki, panorama düz, baxın, Mədinəyə açıq. Məşhur bazarı. Elə bir ki, yağış kəsdi, canlandı bazar. Siz bütün şəhər Mədinədən ibarətdir də. Bir dənə eyni hündürlükdədir. Bütün evlər, binalar. Yəni burada hündürlük. Sevdə xanım. Çox dedi, yağış, bugün yağış göstərmir, leysan. Bürünüb oturmuşum. Mən əslində oluram burada bazarda işləyən insanlara. Deməli, hamı elə bir günləri, düzdür, onlar yağışa öyrəşir əslində, amma bu qədər malları bayıra çıxartmaq, yağış yağan kimi təzədən üstünü plyonkalarla örtüb içəri qoymaq o qədər adam pis olur ki. İndi sevinirəm ki, yağış dayanıb, hamının da bazarı orada işləyəcək. Yəni, hər kəs öz malını sata biləcək. Biz də gəlmişik gözəl bir restorana, hansı ki, panorama düz, baxın, Mədinəyə açıq. Məşhur bazarı. Elə bir ki, yağış kəsdi, canlandı bazar. Siz bütün şəhər Mədinədən ibarətdir də. Bir dənə eyni hündürlükdədir. Bütün evlər, binalar. Yəni burada